Binokullar soruşan izləyəcəyimiz də vardı bizim. Buradaydan polkasında qəşəng əsl Sovetin orijinal binokulları var. Bu Teymur Azadda satan 5-10 manatlı binokullarını xahiş edirəm, gəlin bunları bir yerdə müqayisə eləməyək. Burada binokullar var ki, yalnız 150-160 manata satılır. Burada binokullar var ki, 45-50 manata satılır, əsl Sovetin binokulları. Bugünləri 12 oktyabr tarixidir, Sabunçu bit bazarda. Bura möhtəşəm şeylər var. Yenə də yeni videolarla paylaşacağıq. Az sonra yeni izləyə bilərsiniz. Az öncə də telefonları paylaşmışam. Keçib səhifəmizdən izləyə bilərsiniz. Bundan qabaqki videoda var. Ümumiyyətlə bu bazarda toyuq cücədən tutmuş binokullara qədər, binokuldan paltara qədər hər şey satılır və hər həftənin bazar günü bazarda bu cür yarmarka keçirilir. Bazar əslində həmişə işləyir. Sadəcə olaraq bu cür yarmarka hər həftənin ancaq bazar günləri gəlsəz daha məqsədə uyğun hesab edirəm. Çox böyük bazardır bura. Bəziləri Rus bazarı deyil, bəziləri Sabunçu bazarı deyil. Bir sözlə çox böyük bazardır. Gördüyünüz kimi polkalarda hər şey satılır. Burada isə paltarlardır. Hansı ki burada gəlib 1 manata, 2 manata şalvar ala bilərsiniz, 1 manata, 2 manata kurtka da ala bilərsiniz. Paltaryan maşını soruşurlar. Baxın, paltaryan maşını, qabıyan maşını, toz sorandır, soyuduculardır, magnitofonlardır, kompüterlərə qədər burada hər şey satılır. YouTube kanalımızda da paylaşmışıq. Keçib izləyə bilərsiniz. Möhtəşəm videolar var. Qaçırmayın.